Salam müəllimlər, hər vaxtınız xeyirli olsun. Deməli, Kaspi Proposition qaldığımız yer 100-cü test. 100-cü testdən izah eləyək. Deməli, sona gets the 7 o'clock bus. Bu saat sözünə aidiyyatı yoxdur. Yəni demək istəyirsiniz saat 7 avtobusu xüsusiləşdirdiyi üçün də artikl işlənibdir. Deməli, səhərlər 7 saat 7-nin avtobusuna minir. Biz bilirik ki, nəqliyyat vasitələrində əgər biz ayaqüstə dura biliriksə, yəni orada gəzmək mümkündürsə içəridə 10 yazırıq. Birincisinə olacaq 1 olacaq C variantı. 2 dənə C variantı olan var. İkincisində the manager didn't take part in olacaq. Take part in hardasa nədəsə iştirak eləmək deməkdir. 2 olacaq B variantı. Üçüncüsündə at the age of 45 yaşında öyrənməyə başladı. Cavab burada olur D variantı. I would like to speak danışmaq istərdim. Speak to somebody olduğu üçün bir olar. A variantı. Bir A olan 2 dənə variant veribdir. Bu ya da bu. Deməli, ikincisində many of us, yəni bizim əksəriyyətimiz eat, əksəriyyətimiz çəngəl və qaşıqla yemək yeyirik demək istəyir. 2 olacaq B, budur cavabda. Üçüncüsündə be responsible for something, nəyəsə və yaxud da somebody kiməsə məsuliyyət daşımaq cavab olur C variantı. Deməli C variantı. 103-cü testdə deməli 103 yox, 102. Deməli 102-ci testimizdə we meet, biz təsadüfən qarşılaşdıq. By accident olur təsadüfən. Birincisi by uyğun gəlir. İkincisi by mistake, səhvliklə. Üçüncüsü passive voice by-dır. Bu mənzil Flix tərəfindən dizayn edilibdir. Yenə by düzdür. Deməli the actress was standing by the window. Hamısında fərqli mənalar əmələ gətirib. Burada buna bitişikdir. İfadə öz elədi. By accident, by mistake. Burada passive voice by-dır. Burada isə yanında preposition kimi işlənib. C variantıdır cavab. 103-cü testdə deməli answer, reply, visit bu fe'llər əgər feildirsə özünə sözünü almaz. Yox, isimdirsə to alar. Your answer burada isim kimi işlənibdir. Eləcə də her unexpected visit yenə isim kimi işlənibdir. Deməli bunlara to yazmaq lazımdır. İsim olduqları üçün. She didn't send the letter to me. Mənə yön bildiri göndərə bilmədi. 103 E variantı olacaq. 104-cü testimizdə deməli suffer from something, nədənsə əziyyət çəkmək adətən xəstəlikdən olur bu. From olması lazımdır. Yanğından. Deyir ki, the fireman couldn't protect the citizens from the fire. Yanğından vətəndaşları qurtara bilmədi. Müdafiə edə bilmədi. Yenə from düzdür. Escape from somewhere. Hardansa qaçmaq. Kimdənsə və yaxud da nədənsə də bəlkə demək mümkündür, amma adətən hardansa qaçmaq olur. O da həbs olur. B variantıdır cavab. Sonra 105-ci testdə Mary fe'lin özünün qaydası var. Ümumiyyətlə o sözünü almır, amma passive voice strukturunda işləyəndə ala bilər. Bir də məsələn deyirsiniz filan kəsin filan evlilikdən 2 oğlu, 1 qızı var. O strukturda da ala bilər. Amma burada buna yazmaq lazımdır sözünü. Milad günündə onlar evləndilər. 10 olar. Sonra we met on a Sunday evening. Evening ilə işlənir, amma qarşısındakı Sunday tərkibində day olan hər şey onunla işlənir. In time da var, on time da var. On time dəqiq vaxtındadır. Burada on time düz gəlir və beləcə hamısında düzgün olan B variantıdır. 106. Died of something, nədənsə ölmək. Of düz gəlir. They accuse me. Accuse somebody of something. Yəni onlar məni pulu oğurlamağa görə, pul oğurluğuna görə ittiham elədilər. Of düzdür. Complain of. Complain of da olur, ət də ola bilir. Müəllim deyir ki, şagirdlərin şıltaqlığından şikayət etdi. Hamısına uyğun gələn B variantıdır. Digər variantları deməyə ehtiyac yoxdur deyə demirəm. B variantı. 7-ci testimizdə deməli I wasn't happy with your performance. Performansından xoşbəxt olmadım. Would you help me
with my homework. Ev tapşırıqlarıma kömək eləyə bilərsən. My daughter has fallen ill with flu. Yəni zökəm ilə. İndi tərcüməsini tam da ilə demirik də. Məsələn, ev tapşırıqlarım ilə yox, elə ev tapşırıqlarıma, performansından. Yəni bu tərcümə deyil də. Bəzilərində tərcümə ilə, məsələn, evdən, from və yaxud da məktəbə, to yön bildirir. Amma bəzilərində happy with homework, with flu. C variantı. 108 demək. The old man is blind in one eye. Yəni bir gözündən kordur. Yaşlı kişi. In. Work hard. Səylə çalış. If you want to make progress in this project. Bu layihədə uğurlu olmaq istəyirsənsə, səylə çalış. Burada in düz gəlir. It is forbidden to write in a red pen in exam. İmtahanda qırmızı rutka ilə yazmaq qadağandır. Cavab olur B variantı. 109-cu testimizdə deməli she wrote her name in capital letters. Böyük hərfləri ilə adını yazdı. You can easily do the test in this way. Bu metodla, yolla rahatlıqla yaza bilərsən testləri. Don't worry, she will come back in a week. In a week burada gələcək zamanın zaman zərfi olur. Yəni in özündən sonra hansısa bir zaman sözü falan gətirirsə, bu demək ki, gələcək yönümlü bir zaman zərfi düzəldib. 110. A hot lemon drink with honey is good for cold. Soyuq vurma üçün yaxşıdır limonla bal içmək. What did you buy for your mother? Anan üçün nə aldın? He has been away for 3 weeks. Buradakı away from deyil. Away from olar hardasa bir yer göstərəndə falan. Burada 3 weeks, yəni 3 həftəlik o kənarda olacaq. Müddət bildirir. A variant. Aha, the dog was pacing about its cage. About düzdür. Qəfəsinə görə. The book cost about $5, 5 milyon, 5 dollar təxminən mənasında. Can you give me an information about President Kennedy? Kennedy haqqında, buradakı haqqındadır. C variantı cavab. 112. Deməli, you must finish your work by Friday. 5-ci günə kimi, yəni cümə günə kimi yekunlaşdırmalısan. They were sitting by the window. Pəncərənin yanında otururdular. By. It happened by accident. Qəza, yəni qəfildən deyək də baş verdi. Təsadüfən baş verdi. D variantı. 113-cü testimizdə I asked the policeman for some information. Bəzi informasiyalar soruşdum polisdən for. He wants 2 seats for the concert. Konsert üçün 2 yer istəyirəm, yenə for. You have to pay for something, ödəmək. Bill-lə olanda, amma sözünü istəmir. Pay bill, amma başqa bir ödəniş olanda pay for olur. B variantı düzgün cavabdır. 14-cü testimizdə deməli Sandranın kitabları döşəmənin üzərində 10 dururdu. 1 də olacaq 10. İkincisində we sat down on the grass. Otun üzərində oturduq. 10. There was a dark spot on the ceiling. Tavanın üzərində bir ləkə var idi. 115-ci testdə deməli the smallest room is located deməli yerləşirdi otağın solunda. Zalın solunda. Room is located in the left. In olsun görək. In the left of the hall. Did you call attention? Did you call attention? Call attention diqqət yetirmək. To their mistake. Amma olur. Burada da to olur. You are very kind to us. Sən bizə çox mehribansan. Be located in. Deyir, ən balaca otaq zalın küncündə, in the left yerləşir. Uyğunmu gəlmədi, yoxsa mənə mi qəribə gəldi bu? Did you call attention to their mistakes? You are very kind to us.
located to bu located to olması mənə qəribə gəldi, amma ikisinə bu uyğun gəldi. Buna bir baxarıq. Deməli, answer fe'li fe'l olarsa ona sözünü yazmırıq. Bir səhvdir. Answer the question olmalıdır. Speak with də ola bilər. To da ola bilər. Amma fərqləri odur ki, to ilə olan İngilis əslindədir. Amma USA olanda with olur. O üçün bir şey yazmaq lazım idi da boş qoymaq olmaz. Speak to somebody. Bir də səhvdir, iki də səhvdir. Get to çatmaq, harasa yetişmək. 3 düzdür. Dördüncüsü leave for və yaxud da leave boş. 3, 4 düzdür. Beşincisi də leave for da bu da düzdür. Cavab da olur. D variantı. To reach ümumiyyətlə axırı ch ilə bitən heç bir fe'l sözünü qəbul etmədiyi üçün bir səhvdir, amma ikincisi düzdür. Bir səhv ikincisidir. To be in time for school, yəni məktəb üçün vaxtında çatmaq, bu da düz olar. Bu ikisi düzdür. To go buy a car yox. Ya in a car olardı ya da article silək buy car olsun. 2-3. To go live. Yəni bunların yanındakı abroad, home, bunlara sözünü yazmağa ehtiyac yoxdur. Yəni yön bildirəndə artıq sözünü yazmırıq. Bir səhvdir. Visit relativ fe'l kimi işlənibdir. 2 düzdür. Go by the bus yox, by bus olmalı idi. Be grateful, to be grateful to somebody. Kiməsə minnətdar olmaq, bu da düzdür. Deməli düzgün cavab olacaq 2 və 4. C variantı. 19. To be surprised in yox. To be surprised at something olur. Belə promoy fe'l gəlsə to be surprised to write məsəl üçün deyirəm. Onda adi to. Amma belə isim varsa ora at yazmaq lazımdır. Birincisi səhvdir, ikincisində consist həmişə of-la işlənir. Elə bu da səhvdir. To go by taxi bu düzdür 3. Dördüncüsünə complain of. Complain about-la da işlənir. Məsələn, complain about somebody or something, nəsə haqqında və yaxud da kimsə haqqında şikayətlənmək olur və yaxud da complain to somebody, kiməsə şikayət etmək kimi də olur. Yəni uzun sözün qısası complain about və yaxud da to işlənir. Bir də complain of var. Bu fiziki bir nədənsə narahatçılıq olmaq. Məsələn, tutaq ki, ağrıdan. To complain of a toothache. Burada diş ağrısından şikayət etmək. Yəni 3 ilə 4 bu ikisi düzdür. To get a bad mark in English maths. Nədəsə pis qiymət almaq, fənlər inlə işlənir. Cavab B variantıdır. Live in yox, elə live sözünüzsüz. Eyni ilə də go. Ümumiyyətlə live ilə go fe'linə yazmaq lazım deyil də sözünü. Abroadda, home'da. 1-2 səhvdir, yenə 3 də səhvdir. Amma belə evdə qalmaq, stay at home, go sightseeing 4-5, yəni E variantı. 121-də to be married to somebody, kimləsə evlənmək demək olar, passive strukturunda to ilə yazmaq olur. Bir düzdür, to rise to fit və yaxud da to get to fit ayaqda qalmaq deməkdir. Elə 1, 2 düzdür, to lay something on the table demək. To bu burada lay olmalıdır. Tamamlıq vermişiksə, bu ya yatmaqdır ya da yalan danışmaqdır. Bizə isə burada süfrə açmaq sözüdür. Yəni onu süfrənin üstünə qoydum. Lay, l-a-y yazılan olmalıdır. Səhvdir. 4-də with a whisper. In a whisper olur. Pıçıldamaq. 3 səhv, 4 səhv. 5-də be proud of olur. Yəni 1-2 düzdür. Sonra they often eat. Onlar tez-tez bir restoranda yemək yeyirlər. Həftənin günlərdə 10 olduğu üçün cavab A. In summer I play tennis. Orada heç nə yazmağa ehtiyac yoxdur. Cavab olur D variantı. 124-cü testdə deməli there is a post box. Bunu belə deyə bilərik də. Aptekin yanında post qutusu var. 1. Saymaq lazımdır. 1. Sonra by deçimiz yenə 2. Barmağımdan sayıram. 1, 2. Sonra apteklə üzbəyüz 3 də düzdür. In front of çatmır. Bu olmaz. Beside yanında deməkdir.
Bunu axşam dərsdə demişdik. Beside bu da yalnız next to deməkdir. Ə, Yanda s olmur heç vaxt. Təkcə sözün kimi işlənir. Amma besides s ilə olanda o həm sözünüdür, həm də bağlayıcıdır. İndi söz gətirəndə söz o nə olur? Cümlə gətirəndə bağlayıcı olur. Prosta besides mənası moreover, əlavə olaraq, in addition, also, indi nə desəniz, keyfiniz hansını istəsə deməkdir. Bu amma yanında deməkdir. Bunu da götürə bilərik. Net oldu bilmədim. Hədə 1, 2, 3, 4. 4 dənə 4. Behind arxasında deyə bilərsiniz. 5, near yanında deyə bilərsiniz. 6, between demək olmaz. Bir dənə şeyin arasında. Option 8 dənəsindən ikisini çıxanda 6-sı qalır. Cavab da olacaq E variantı. How many are correct? Hə. 6 dənəsi düz olur ikisindən başqa. Sonra can I talk? Talk to somebody. Tell promote somebody. Sonra say to somebody. Bura bir dənə to yazmaq lazımdır. To on your mobile phone. To on. D variantı. Arrived here sözünü istəmir. Boş olacaq by plane. Yəni D variantı. This is yox. There is a girl. Yəni demək istəyir ki, buradan qara fair hair. Yəni buruq saçlı, buruq da deyil, düz saçlı da deyək. Qız var. Ona yazarıq with. Sonra küncdə indi baxaq görək içəri küncdürmü? Çünki otağın küncü, mən indi oturmuşam, buranın küncü olur in. Amma çöl tərəfdən küncü olanda ət olur. Bu da küçənin küncü deyirsə, deməli küçə tərəfdən küncdən söhbət gedir. Bu ət olmalıdır. Ət. O tərəfdə də yeyəlik aldım. Yəni küçənin küncündə bir nə bilim düz saçlı qız var. Cavab D variantıdır. He moved back. O deyir ki, İngiltərəyə qayıtdı. Köçdü deyək. To England at the age of. Bu elə hazırdır da. At the age of 2, at the age of D variantı. Can I speak to somebody for a minute? Da deyə bilərik. About da deyə bilərik. Yəni deyir ki, mən onun haqqında bir dəqiqə danışa bilərəm. Və yaxud da deyir ki, ona bir dəqiqə danışa bilərəm. Deməli, biri yaza bilərik. Yox, biri yaza bilmərik. Amma speak of da ola bilirdi deyəsən. Yoxsa mən qarışdırdım. Deməli, can I speak to for? Biri 2-dir cavabım. Amma speak with-dən də işlənir. Prosto USA-də bura boş qalır. Bir dəqiqəliyinə olmalı. 1-2 olur da cavab. Başqası olmur. Speak of-la çox az işlənir. A. Can I tell to you something? Sənə bir şey deyə bilərəm. Burada bir qayda var. Yox, o deyil bu qayda ilə. Bura bir dənə to yazmaq lazımdır. Bir düzdür. İkincisi something gəlibsə bu tərəfə to yazmaq lazım deyil. 2 düzdür. İndi o qaydanı deyəcəm burada demək istəyib. Yarımçıq gətirdim. Hə, deməli bu feillərdən sonra, yəni 2 tamamlıq tələb edənlərdən sonra, əgər canlı tamamlıq birinci gəlirsə, ona sözünü yazmırıq. Amma ikinci gələndə yazırıq. Burada baxın buna canlı. Deməli bura sözünü lazım deyil, amma bura mütləq lazımdır. Can I tell something to you? Bir düzdür, 2 səhvdir. Üstdə də birbaşa yanında gəldiyi üçün lazım deyildi. 4-də amma düzdür. Tell something to you. Deməli cavab olur 1 və 4. E variantı. 131. She made Edward a birthday cake. O Edward'a doğum günü keyki hazırladı. Bir. İkincisində canlı tamamlıq birinci gəldi. Sözünü yazmırdıq. Səhvdir. Burada da ikinci səhvdə for Edward olmalıdır. Yoxdur deyə səhvdir. 4 düzdür. She made a birthday cake for Edward. Yəni cavab 1 ilə 4-dür. D variantı. 132 neçə dənəsi düzgündür deyir. Deməli, bu frazoloji feillər, bu frazoloji feil deyil amma. Frazoloji feillər aşağıda var. Ya da ki, sözünlü feillər.
Baxın, sözünlü feilin yanına siz tamamlıq yazırsınızsa, əgər o isimlə ifadə olunubsa, onu siz o feilin yanında yaza bilərsiniz, ayıra bilərsiniz. Məsələn, bunun kimi ayırıb sözünü qoya bilərsiniz. Amma ifadə olunubsa tamamlığı bununla, itlə, yəni şəxs əvəzi ilə, o zaman siz onu mütləq araya qoymalısınız. Feildən ayırmalısınız. Yəni feilin tamamlığı ilə sözün üsünün arasında yazmaq lazımdır bu itim. Amma phrasal verb olarsa, burada aşağıda bir dənəsi vardı. Phrasal verblərdə it, yəni şəxs əvəzini əgər ayrılandısa, ortaya yazırsınız. Yox, ayrılan deyilsə öz yerində qalır. Amma ayrılan phrasal verb-dürsə, şəxs əvəzlikləri mütləq sözünü ilə feilin arasına girməlidir. İndi burada baxaq görək. Deməli, I showed it the police officer. Mən onu deyir polis ofisinə göstərdim. Bu səhvdir. Sözünü yazmaq lazım idi bura. Getdim. İkincisində, bu o dediyim qayda phrasal verblərdə mütləq keçərlidir. Bilmirəm fikrim sizə çatdı ya yox. Burada deyil, aşağıdadır. Baxın, bir dənə phrasal verb düşünün. Məsələn, sort out, aydınlaşdırmaq, həll eləmək. Bu frazoloji feil sort outdan ayrıla bilir. Əgər ayrıla bilirsə, siz tamamlıq, məsələn, tutaq ki, problemdırsa, onu siz ayırsaz da olar, ayırmasaz da olar. Yox, orada tamamlıq ifadə olunmuş şəxs əvəzliyinəsə, onu mütləq ayırmalısınız. Yəni, ayrılan frazoloji feilləri ilə mütləq ortasında işlənir. Burada belə test var, ora çatın deyərəm, daha aydın olar. Obşum, iç tamamlıq olanda dedikcə canlı gəlirsə birinci, sözünün lazım deyil. Burada ikinci gəlib, sözünün lazım idi. Burada lazım deyildi, iki düzdür. Üçüncüsündə səhvdir. Dördüncüsündə it to. Deməli, cavab 2 ilə 4-dür düzgün cavab. Yəni 2 dənə B variantı. Eynisi burada da keçərlidir. He booked a room to us ya da to for us. Bu səhvdir. Amma burada birinci gəlibdir. Bu düzdür, 2 düzdür. She booked us a room. 3 də düzdür. 2, 3, dördüncüsündə for us demək olmaz. He booked it to us. 5 düzdür. 2, 3, 5. Cavab oldu. 2, 3, 5 olmadı ki. Deməli, he booked us a room. 2 düzdür. Sonra üçüncüsündə keçib bu tərəfə düzdür. 2, 3. Sonra dördüncüsündə booked for us. Bura sözün lazım deyildi. Beşincisində, deməli, 5-də də deyir it to us. For olmalıdır da, to yox. O səbəbdən 6 düzdür, 2, 3, 6. Yəni, sənə, bizə sifariş etdi yox, onda elə bil ki, siz necə səslənir? Yəni, qrammatik deyil, leksik cəhətdən səhv olur. Bizə sifariş edib, sonda gəlib elə bizim üçün, bizim özümüzdən otaq sifariş edib kimi olur. Bizim üçün otaq sifariş elədi deyəndə bilmirsiniz hardan edib, prosta sizin üçün, məsələn. Amma burada bu bizə onu sifariş elədi. Elə bir gəlmişəm, administratoram mənə sifariş eləyir mənim üçün. Məntiqsiz olur. 2, 3, 6. Deyə bilərsiniz ki, mən məktubu ona göndərdim. To. Onun üçün göndərdim. 2, 3. Amma ondan göndərdim. Ofla olmur ya da sözünsüz. Yəni cavab 2 və 3 B variantı 135. Deməli, the telegram has been posted to him. Ona göndərildi. For him, onun üçün göndərildi. By him, onun tərəfindən göndərildi. Of olmur, cavab 2, 3, 4 olur. 136-cı testimizdə də bizdən istədiyi nəymiş? Deməli, trainers certainly weren't on the table or bu stulun altındaydı yoxsa döşəmənin üstündəydi. Bu deyil, bu biraz uyğun gəlir, amma görək bizdən nə istəyir ki, deməli, under the table or on the floor. Ya stulun altındaydı, ya da döşəmənin üstündədir. Belə. I thought I had left them in the car. Burada düz gəlir. I found them in a favorite armchair. Elə cavab C variantıdır. Mən deyir onları sevimli stulumun içində, yəni stulumda tapdım. 37.
Deməli, they have already sold 5,000 tickets. Artıq onlar 5000 bilet satıblar. Since 2 weeks yox. Um, Bu for olardı. 2 həftədir ki, getdim. Since the last, yəni since last week. Keçən həftədən bəri artıq satıblar bu qədər. Başlanğıc nöqtə since olur, davamlılıq for olur. 2 ilə 3 düzdür. B variantı. 38 deməli Jeremy is sitting at desk. Partanın yanında. By da ola bilərdi. Bu amma yox. Qapının yanında, partanın arxasında oturmuşdu. Cavab olur B variantı. Yəni qapı tərəfdən oturmuşdu. The table was made by my brother. Qardaşım tərəfindən hazırlandı. O tərəfdə də he made it of some wood. O odundan hazırlanıb. Sonra da deməli bir neçə də bəzi tool alətlər ilə. Cavab B variantı. 140. Deməli, in some other countries, bəzi ölkələrdə müəllimlər are among the best paid workers. Ən yaxşı pul ödənilmişlər, maaş alanlar sırasındadılar, yəni. 141. Deməli, demək olar ki, bütün insanlar hansı kətdəki in the village were vaccinated against the bird flu. Quş qripinə qarşı vaksinasiya ediliblər. 42. Deməli, she keep on davam eləməkdir. Bir dənə variant verir. Kept on working despite her illness. Xəstəliyinə baxmayaraq. 43. Deməli, used to, be used to, ing, alışmaq. Bacım deyir ki, yalnız yaşamağa alışıb. For a long time, bir müddətdir ki. 144-cü testdə. Deməli, my brother isn't up yet. Hələ yuxudan durmayıb. Up yet. She is still in bed. Hələ çarpayısındadır. 45. Deməli, 45-də. He had to pay for the damage to my car. O mənim damage to my car. O mənim maşınıma dəyən zərəri ödəməlidir. Maşınımın zərərini ödəməlidir. Damage to, way to. Belə. 46. Deməli, it is stupid of her to go for a walk without a coat in such cold weather. Hə, budur. Deyir ki, belə bir soyuq havada kostyumsuz çölə getmək, gəzməyə getmək ağılsızlıq olar onun üçün. A variantıdır cavab. 47. He had come back by Monday. Birinci günə kimi gəlmişdim. I haven't read any books by Julia Simmons tərəfindən by. He has done it by mistake. Səhvliklə cavab olur. D variantı. 48-ci testdə də deməli she was delighted with the gift. Mənim ona bir neçə gün əvvəl verdiyim hədiyyə ilə məmnun oldu. Bir olacaq C. İkincisində why is he so jealous? Orada da olar A of other people. Niyə o digər insanlara qarşı belə qısqancdır? Yəni 1C, 2A, 3-də də qalır B variantı. Dependent. Nobody wants to be dependent on anybody. Kimdənsə asılı olmaq depend sözünü oxşur da. Depend. Depend həmişə ondan işlənir. Bu da dependent, yəni asılı olmaq istəmir. Sifət halıdır da bu da. Cavab oldu B. 49-cu testdə deməli birincisinə yazmalıyıq. What was her reaction to your suggestion? Deməli reaksiya to. Burada damage to, way to. Aha, reaction to yazdıq. 1B. İki dənə variant. 1B. İkincisində deməli
no reason for the delay. A. Üçüncüsündə difference onsuz da difference between-lə işlənir. Difference sözü between-lə işlənir. Some differences between the two languages. İki dil arasında fərqlər var. B variantı cavab. 50. 50-ci testdə də they accused him, deməli kimisə günahlandırmaq of somebody of something olacaq. Bir A. Sonra ikincisində succeed in olur. Yəqin ki, iki də B. Üçüncüsündə apologize to me for saying. Deməli, apologize üzr istəmək. To somebody for something. Succeed in something. Accuse somebody for something. Of something olur. Yəni cavab deyəsən oldu A variantı 1. Hə, 1 A variantı, 2 B variantı, 3 C variantı. Bəli. Bu bayaq dediyim testi, phrasal verb. Baxın, deməli 2 dənə tamamlıq var səfiyyə. O tamamlıqlar canlı birinci gələrsə sözünü yazmırıq. Amma cansız birinci gəlib, ikinci yerə canlı tamamlıq qoyuruqsa mütləq özünə uyğun sözünüzü yazırıq. Bir də phrasal verblərin qaydası var. Demişdim, orada böyük ehtimal orada aydın olmaz. Burada inşallah aydın olar. Deməli, phrasal verblərdə əgər o həmin o phrasal verb, məsələn, sort out, əgər ayrıla biləndirsə, ayrıla bilən deyəndə mən nəyi nəzərdə tuturam? Baxın, məsələn, bu sort out, bu həll etmək, aydınlaşdırmaq deməkdir. Bir də var, məsələn, tutalım ki, get along with, get along with. Aha, ben aralarına bir şeyler qoyaq, seçilsin. Aha, səhv yerə qoydum. Aha, baxın bu phrasal verblərə baxın. Bunlar, bu demək deyil, elə bütün hamısı budur. Xeyr. İngilis dilində ayrıla bilənlər var, bir də ayrıla bilməyənlər var, phrasal verblər. Yəni, əgər ayrıla biləndirsə, siz onun mütləq şəkildə tamamlığı ifadə olunubsa bununla, yəni bundan dediyim şeydə şəxs əvəzliyi ilə. Üzrlü sayın, biraz başım möhkəm ağrır. Bir dəqiqə. Aha, baxın. Əgər ayrıla biləndirsə ki, bu ayrılır, onun tamamlığı ifadə olunubsa itlə, yəni şəxs əvəzliyi, onu mütləq ayırmaq lazımdır. Məsələn, burada bu ayrıla bilmir. Üçlülər ümumiyyətlə ayrılmır. İndi bu deyəsiz ki, belə məntiqlə falan yox, bunlar əzbərlənir. Bəziləri ayrılır, bəziləri ayrılmır. Bu ayrıla bilir. Məsələn, baxın, we need to sort out. Siz bura tamamlığı sözlə ifadə eləmişsiniz deyə, bunu ayırsaz da heç kimisini deyə bilməz, ayırmasaz da. Yəni, bir düzdür, ikincisinə baxın, sort gəlib, sonra tamamlıq gəlib, sonra fe'lin bir hissəsi burada gəlib. Hər iki halda düzdür. Yəni, belə də desəz düzdür, belə də desəz düzdür. Amma 3 ilə 4-də vəziyyət dəyişir. Bunlar, yəni şəxs əvəzlikləri ayrılan phrasal verblərdə çöldə qala bilmir. Soruşsaz niyə qala bilmir? Vallahi bilmirəm niyəsə, amma qala bilmir. Bu səbəbdən bu səhvdir. Burada deyil də, burada kimi işlənməli idi. Ona görə burada 3 səhvdir. Qalan hamısı düzdür. İnşallah ki, fikrim sizə çatdı. Yəni deyirəm, baxın, ayrılan phrasal verblərin tərkiblərində tamamlıqları əgər ifadə olunubsa şəxs əvəzliyi ilə, siz onu mütləq şəkildə ayırmalısınız. Yəni ortaya qoymalısınız. Amma adi isimlə birdəki, ikidəki kimi istifadə olunubsa, o zaman fərqi yoxdur. İsmi çöldə yazın ya phrasal verbin içində yazın. Bu da ayrılanlara aiddir. Məsələn, buna aid deyil. Bu ayrılmır. Siz bunu ayıra bilmərsiniz. Ayıra bilmirsinizsə də tamamlıq yanında istəyir şəxs əvəzliyi olsun, istəyir the problem olsun. Məsələn, I can get along with tutaq ki deyirsiniz. Məsələn, my sister. Bu onsuz da adidir, adi yerləşdim. Adi bu isimdir. Fərqi yoxdur, onsuz da orada olduq. Amma orada I can get along with her desəz, yenə də ayırmağa ehtiyac yoxdur. Çünki bu şəxs əvəzliyin bunu ayıra bilmirsiniz ki, ya bura mı qoyasınız. İnşallah fikrim aydın
olarsa, yəni burada 3 dənə cavab var, C variantıdır. 52. You have to listen. Məsələn, listen to-dan ayrılmır. Siz ayrılan bir versiyasını görməlisiniz. Ayrılmırsa da bunun tamamlığının nə ilə ifadə olunmasından asılı olmayaraq, yəni isim midir, yoxsa belə şəxs əvəzliyimdir, fərqi yoxdur. Elə yerində qalmalıdır. You have to, baxın, listen to ayırmamışsınız. Tamamlıq da budur. Burada onsuz da ehtiyac yoxdur, bu adi isimdir. Bir də buna baxın, listen qalıb burada, to gəlib bura. Belə olmur. Yəni bu bir-birindən ayrılan deyil. Ona görə bu ikincisi səhvdir. Üçüncüsündə listen to it düzdür. Dördüncüsündə listen it to yazmaq olması. Yəni bu bura girə bilməzdi. Cavab burada, bu da səhvdir. Cavab olur 3 və 1 və 3. Yəni 2 dənə variant B. Baxın, inşallah ki, qarışdırmalısınız. Düzdür, bəlkə də bu qədər çətin versiyada düşmür zaten sözünü. Belə baxanda da bu əslində Kaspidir. Amma nəzərə alın ki, belə bir qayda da var. Phrasal verb ayrılırsa, baxın vurğuluram, ayrılırsa, onun tamamlığı şəxs əvəzinə ifadə olunarsa, mütləq ayırmaq lazımdır. Adi isimdən ayırsaz olur, ayırmasaz olur. Amma ayrılan deyilsə, məsələn, listen to-dan qətiyyən ayrılmaz. Ayrılmırsa, o zaman fərqi yoxdur. Tamamlıq nə ilə ifadə olunur olsun, çöldə qalacaqdır. Gəldik bura. Deməli, to ilə işlənən isimləri, sözlərə seçməliyim. Enter özündən sonra birbaşa obyektin gətirər. Enter to olmur. Bu getdi. Sonra complain about bir də of ola bilər. About da olar. To da əslində bəzən ola bilər. Complain to somebody, kiməsə şikayət eləmək. Amma ən çox complain ya about-dan olur, ya da ki of-la fiziki şikayət mənasında. Write your name məsələn. Bu da birbaşa heç to gətirmir. Beləcə A variantı deyil. Visit isim olarsa to istəyər. Attitude özündən sonra to da istəyər, of da istəyər. Check özündən sonra to da istəyər, for da istəyər. İndi burada düşünün ki, bu to istəyir isim kimi. Zaten isim kimi yazıblar. Bu həm to, həm of istəyir. Bu da özündən sonra həm for, həm to istəyə bilər. Əgər başqa variant olmasa, bunu düz kimi götürərik. Shoot at olar. Bu getdi. Describe promoy gəlir. Describe the picture məsələn. Şəkil təsvir olur. Reach-dəki axırı sh ilə bitənlərə sözünü yazmırdıq. Friend, unfriendly, to, kind to, friendly to. Bunlar özündən sonra to gətirir. Bu gətirsin görək to. Responsible for-la işlənir. Bu olmaz. Similar to ilə işlənir. Bu da getdi. Deməli, D variantda deyilmiş cavab. Say to somebody. Bir. Explain to somebody olur. Məsələn, she explained me to. Amma yox. Bundan yanında canlı tamamlıq gəlmir. Explain, suggest, belə. She explains the problem to me. Belə olur. Yaxşı, buna da to deyək olur. Through da to ilə də ola bilər, ətlə də ola bilər. İndi belə olanda bilmədim testin cavabı nə olur. Yəqin ki, bu edə daha çoxdur nəinki. Belə başqa variantlar da var. Check məsələn formla da ola bilər falan deyib götürək, amma nəticədə mən sizə to qəbul edə bilənləri dedim də. Aha, 154 55. Baxaq görək burada nələr var, nələr. Ay, bir saniyə. Deməli, the children under 15 aren't allowed to get in. Bu düzgün cavabdır. Yəni düzdür bu. Deyir ki, 5 yaşından aşağılar, 15 yaşından aşağılar içəriyə girməyə icazə verilmir. 1 düz. Aha, bir düz. A.
Bir düz. İkincisində there is a clock over the blackboard demək olmaz. On deyə bilərsiniz. Divarın üzərində, döşəmənin üzərində, lövhənin üzərində. Bu səhvdir. Bu getdi. Üçüncüdə the plane flew through the city. Yox, through bir şeyin içindən keçəndə olur. Məsələn, tunelin içindən, meşənin içindən. Amma şəhərin içindən keçmir. Şəhərin tam-tamına üzərindən keçir. Over olardı. Bu da səhvdir. The boat went across the river. Demək istəyir ki, qayıq çayın içindən, çaydan keçdi. Bu düz olar. 4 düzdür. Sonra 5-cisində he usually sits beside olmaz. Olamaz. Niyə? Biz bayaq dedik ki, yanında olanda, bunun yanında mənası yoxdur. Bu moreover deməkdir. Elə bil deyir ki, sinifdə suyedən əlavə belə cümlə olar. Xeyr. Burada bir s-sız olsaydı düz olardı. Bu çox deməkdir, əlavə deməkdir. Sonra 6-cı testimizdə də deməli they will get home at təxminən saat 8-də demək istəyiriksə, bu da düzdür və beləliklə düzgün cavab olacaq 1, 3, 5, yəni A variantı düzdür. İndi gəlin sayaq görək neçə nəsə düzdür burada. Let's discuss about your plans deməyə bilmərsiniz. Çünki bu discussion kimi olanda about olur. Amma fail kimi olanda özündən sonra sözünü gətirməz. Bir səhvdir. Does the boy resemble to? Resemble özündən sonra sözünü gətirmir. Bu da səhvdir. Yəni oxşamaq da take halfdır. Does the boy resemble his father? Deməli siz atasına oxşuyur. Bu səhvdir. Üçüncüsündə baxın, how do you get on your neighbors with? Biraz əvvəl dedim ki, baxın, get on with ayrılan deyil. Ümumiyyətlə, üçlü olan frazoloji feillər, yəni phrasal verblər ayrılmır. Bu da beləcə səhvdir. Sonra 4-cü she brought, bring up, böyütmək, başa çatdırmaq, o ayrıla bilir. Yəni ayırsaz da düzdür, ayırmasaz da düzdür. Yəni bayaq dedik ki, tamamlıq əgər isimlə ifadə olunarsa, siz onu ayırsaz da, ayırmasaz da düzdür. Baxın, burada ayrılıb. Brought her children up yazılıbdır. Belə ayrıla bilər. Amma burada ayrılmasaydı düzüydü. Burada olsaydı da ki, məsələn, şəxs əvəzi, o zaman mütləq ayırmalıydıq. Amma burada brought up her children və yaxud da brought her children up, yəni istənilən halda düzdür. Dördüncüsü düzdür. 5-cisində deməli who was she waiting for at the station when you met her? Sən onunla qarşılaşanda o kimi gözləyirdi demək istəyir. Baxın burada indi düşünərsiniz ki, birdən bu forun yanında biz o vaxt yazırıq ki, foru waiting-in yanında. Orada bir somebody, something nəsə bir tamamlıq olsun. Burada yoxdur. Bəs buradakı da olubdu, tamamlıq budur da. Belədir əslində. She was waiting for, məsəl üçün, Leyla. İndi Leylanın adını xətt çəkmişsiniz, sual verin. Olub, yəni sözünü yerində qayıtmalıdır. 5 düzdür. 6-cısında concentrate on something more experience. Burada heç bir səhv yoxdur. Buna da düz deyək. He did it. O deyir etdi. Bu cümlənin bir xəbəridir. Baxın, bu xəbərdir. Nə etdi? Etdi. Nəyi? Onu tamamlıqdır. Necə etdi? By hard working. Yəni çalışaraq, araq ərək şəkilçisi düşünün ki, düzəldib. Yəni bu variantda səhv yoxdur. Elə bilirəm ki, bu test çox görmüşük bunu. Çox adam elə bilir ki, buradakı bay səhvdir. Niyə səhvdir də? Araq ərək kimi olubdur. Yəni çalışaraq, səylə çalışaraq. O mənada 7 düzdür. 8-cisində də deməli everybody loved her because deyirsiniz. Baxın, yazmışsınız because. Biz dedik ki, because söz önü deyil. Because of yazmalıydınız. Burada bir of olması lazım idi ki, bu düz olsun. Because of her thoughtfulness olmalıydı. Ya da ki, cümlə gəlməli idi. İndi cümlə yoxdursa, deməli bu da getdi səhv.
Beləcə bizdən düzləri istəyirdi 4, 5, 6, 7. Yəni olacaq bu variant. C variantı düzdür. Yəni 4 dənə düz var. Beləcə 155 test. Elə bilirəm olmamalıdır. Bir saniyə baxaq PDF-imizə. 55 yoxdur. Və burada zamanlardır bu heç. Ümid edirəm faydalı olar. Sağ olun.